Bir də mən əsas nəyə toxunmaq istəyirəm, bizim artıq vaxtımıza az qalıb. Siz o tələbələri götürdüyünüzdə, burada istəyirəm hər şeyi çatdıraq ki, izləyicilərimiz görsün. Siz tələbələri götürdüyünüzdə bu proses necə olur ki, siz bunları müxtəlif ölkələrə aparırsınız və bu prosesi necə deyim də tamamlayırsınız. Bu neçə ölkə üzrə gedir və mən bildiyim qədərilə siz səfirliklərlə də görüşürsüz, nümayəndəliklərlə də görüşürsüz. Yəni dövlət rütbəli nümayəndəliklərlə də uşaqların birə-bir, yəni üz-üzə görüşləri də olur. Yəni bu proses necə olur? Çünki mən bildiyim qədərilə digər təlimlərdə, kursların heç birində bunlar yoxdur. Yəni mümkün deyil. Çünki onlar dövlətlə bir deyillər əslində. Ümumiyyətlə bir də şey deyim ki, mən ən böyük arzum diplomat olmaq olub, yəni səfir olmaq olub. Və elə oldu ki, həyat dəyişdi, hekayəmiz. Bunu bir dəfə düşünürəm ki, olar ya. Bilmirəm, o həyatdır. Gəlin buradan manifestiyə elə. Eynən. Elə biz keçən dəfə Abu Dhabidə bir konfransdaydıq və İtaliyanın səfiri oradaydı. Belə bir söz dedi. Dedi ki, biz səfirlərin vəzifələri qısa müddətli olur, amma siz müəllimlərin səfirlik vəzifəsi daimi olur. Çünki siz bu uşaqları ölkə-ölkə gəzdirirsiniz, həm ölkənizi təmsil edirsiniz, həm gəncliyinizi təmsil edirsiniz. Yəni və bunu ömrünüz boyu edirsiniz. Biz bunu 4 illik, 5 illik bir vəzifə edirik. O qədər xoş mənə bir təəssürat bağışladı ki, yəni yanaşma həqiqətən gözəl idi və mən həmişə də arzum olub ki, yəni özüm səfir olum. Həyat gətirdi, amma heç də peşman deyiləm. Həyata dünyaya bir də gəlsəm, yenə də Jalə müəllim olaram. Və bu kvamda və bu həvəsdə və bu enerjidə. Sonra uşaqlarından bu layihəmiz başladı və bu günəm təəssüf ki, biz gənclərimizə çox yanlış rol model insanlar təbliğ olunur. Bəli. Yanlış şəxslər, yanlış modellər və